Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının icrası Cəlilabadda diqqət mərkəzindədir. Sənədə uyğun olaraq rayon icra hakimiyyətində yaradılmış xüsusi qərargahın növbəti iclası baş tutub. İclasda rayon rəhbərliyi, qərargah üzvləri, idarə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər. Cəlilabad rayonunda icra hakimiyyətinin başçısı Rafiq Cəllov çıxış edərək bu strateji proqramın regionda intensiv təsərrüfatçılığa keçidi sürətləndirəcəyini, ərzaq təhlükəsizliyini təmin edəcəyini və aqrar sektorun rəqabət qabiliyyətliyini artıracağını vurğulayıb. İclasda əkinə yararlı torpaqların dəqiq uçotunun aparılması, iri fermer təsərrüfatları və aqroparklarda əkin işlərinin vaxtında baş çatdırılması xüsusi tapşırılıb. Xüsusilə rayonda strateji məhsullar sayılan taxıl, kartof, çiyələk və üzüm üzrə məhsuldarlığın artırılması əsas hədəf kimi göstərilib. Bununla yanaşı su itkilərinin azaldılması, müasir suvarma texnologiyalarının tətbiqi, heyvandarlığın inkişafı, ət, süd və yumurta istehsalının artırılması ilə bağlı aidiyyatı qurumlara konkret tapşırıqlar verilib. Dövlət özəl tərəfdaşlığının genişləndirilməsi və fermerlərlə sıx əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Rayonda müzakirə olunan digər mühüm məsələ isə əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatıdır. İcra hakimiyyətində keçirilən digər geniş tərkibli iclasda Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin və Cəlilabad Elektrik Şəbəkəsinin rəhbərliyi, eləcə də yerli nümayəndələr iştirak ediblər. Görüşdə rayon ərazisində istismar müddətinin başa vurmuş, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və kabellərinin yenilənməsi məsələsi ətraflı təhlil edilib. İclasda köhnə dirəklərin sökülərək yeniləri ilə əvəz olunması proqramı, işlərin icra qrafiki, texniki imkanlar və maliyyə təminatı nəzərdən keçirilib. Bildirilib ki, sakinlərin təhlükəsizliyini təmin etmək və elektrik təsərrüfatını daha dayanıqlı vəziyyətə gətirmək üçün yenilənmə işləri mərhələli şəkildə və ardıcıl olaraq davam etdiriləcək. Bəli, görünən odur ki, Cəlilabadda həm kənd təsərrüfatının inkişafı, həm də infrastruktura dair görülən işlər rayonun sosial-iqtisadi yüksəlişinə böyük təkan verəcək. İlqar Mustafayev, Yusif Əliyev, Bu gün informasiya proqramı üçün.